Axşamınız xeyir dəyərli yoldaşlar. Bugün biz sizlə Financial Accounting Syllabus'undan Accrual and Prepayment mövzusunun testlərinə birlikdə baxacağıq. Gəlin başlayaq. Birinci sualımızda deyir ki, Vlad received 4 invoice for electric during the year end 31 dekabr 2014, which he paid prompt hansı işleri o dərhal ödəniş eləyir. Each invoice represents the amount owed for the previous 3 months. Vlad deyir 4 dəfə elektrik xətti üçün, elektrik enerjisinin istifadəsi üçün çek alır və hansı işleri dərhal ödəniş eləyir və hər bir ödənişi previous 3 months, əvvəlki 3 ayın ödənişidir. Baxın, accrual prepayment mövzusunda in advance-dır, previous'dur, bu tipli sözlərin mövzuda çox böyük əhəmiyyəti var. Yəni bu sözlərə fikir vermək lazımdır. Görək nə deyir? Adamın ödənişlərini qeyd edib 1200, 900, 750 və 900. Assume Vlad usage of electric is the same in November and December 2014. Noyabr, dekabr aylarında eyni elektrik işlədib. As it was the previous 3 months. Əvvəlki 3 ayda, yəni olduğu kimi. What amount should be included the statement profit or loss for the expense for the year end 31 dekabr 2014. Dekabrın 31 dekabr 2014 ilimizin sonudur. Yəni deyir ki, bu tarixdə nə qədər profit olsa xərc kimi daxil edəcəyik elektrik enerjisinin. İlimizin sonu 31 dekabrdısa, başlanğıcı 1 yanvardır. Bir dənə bunu quraq. Deməli, yanvarın 1 ilimiz başlayır, dekabrın sonu ilimiz bitir. Və şərtdə bizə deyir ki, previous 3 months, əvvəlki 3 ayın ödənişini eləyir. Adam fevral, may, avqust və noyabr tarixlərində ödəniş eləyib. Fevralın 1-də ödəniş eləyib, əvvəlki 3 ayın ödənişini eləyib. Baxın, əvvəlki 3 ayın ödənişini eləyib, standart işlətdiyini düşünsək, hər aya 400 düşür. 400, 400, 400. Növbəti ərz zaten sistemdə özü verib, yəni hazırdır və deyir ki, son 2 ay əvvəlki kvartala uyğun olaraq istifadə edib. Burada 3 ayına 900 istifadə edildiyini düşünsən, 2 ayına avtomatik 600 istifadə etmiş olacaq. Və sonda biz buradan taparaq ki, görək bu nə qədər elektrik enerjisi istifadə edib. Bunun üçün, baxın, cəmləmişəm bu və bunların hamısını cəmləmişəm. Cavab 3550-dir. Qabağından buradan yazaq. Electric expense. Electric expense. Bizim elektrik xərcimiz Bizim elektrik xərcimiz nə qədər oldu? 3550 qədər oldu. Baxaq variantlara. D bəndi. Birinci sualımız doğrudur. Keçək ikinci sualımıza. İkinci sualda nə deyir? Desmond pays his business telephone bill on a quarterly basis. Each invoice is based on his phone usage during the previous 3 months. He pays his invoice immediately. The date of his last 4 invoice are as follows. Desmond telefon xəttinə görə ödəniş edir kvartallarla və ödədiyi hər bir pul növbəti əvvəlki 3 ayındır və dərhal ödəniş edir. Adamın da kvartalları bitir 30 apreldə, 31 iyulda, 31 oktyabrda və 31 yanvarda. What's the journal entry for the year end 31 dekabr 2016? Ensure his telephone usage is accounting correct. Mənim ilim bitir 31 dekabr 2016-da. Başlayır onda 1 yanvar 2016-da. Mənim ilim başlayır 1 yanvar 2016, bitir 31 dekabr. Görürsünüz, mən ilimi burada qeyd eləmişəm. Və hər bir kvartalın əvvəlki 3 ayında. 30 apreldə, 31 iyulda, 31 oktyabrda və 31 yanvarda. 30 aprel yanvarın 31-də ödəniş edirəm. Yanvar ayı bitdi, ödəniş edirəm.
aprel ayı bitdi, ödəniş edirəm, iyun bitdi, ödəniş edirəm və oktyabr bitdi. Mən ödəniş edirəm. İlimin bitməyinə mənim 2 ayım qalır, amma mən ödəniş eləmirəm. İstifadə edirəm və növbəti ilimin yanvar ayında ödəniş eləyəcəm. Onda belə çıxır ki, mənim bir əkrulum əmələ gəlir. Əkrul yaradacağam və yaratdığım əkrul ikili yazılış verəsin. Onda yazırsan ki, debit telefon expense, kreditdə əkrul. Demişdik axı, əkrul kreditdə yazırdıq. Baxın, biz dərsin izahı prosesində sizinlə danışan zaman SPL-də onun hara gəlib düşdüyünü, expense-in necə olduğunu, əkrulun gəlib softda harda qeyd olunduğunu demişdik sizinlə. Onu canlandırın gözünüzün qabağında. Üçüncü misalımızın izahına baxaq. Ezra adjust his year-end financial statement to reflect an accrual of 680 for water cost. What is the effect of the accrual for water cost on the profit and net asset of Ezra's business? Necə təsir edəcəyini soruşur bizdən. Onda bunun accrual əlavə edirsənsə, accrual varsa, accrual bunun profitini azaldacaq, avtomatik net əsətləri də azalacaq. C. Dördüncü sualımızın izahına baxaq. EPA pays subscription to belongs to a professional organization. The subscription are charged for the period 1 yanvar 31 dekabr. EPA's business year end is 30 September. İlin axırı sentyabrın 30-udur EPA-nın. Subscription for the last 2 years are as follows. Aşağıdakı kimi deyil, qeyd olunub. Baxaq, EPA-nın ilinə 2014-də bu qədər ödəniş eləyib, 2015-də isə bu qədər ödəniş elədiyini deyir. Və what should be the year-end accounting entry for 2015 to ensure the correct amount for subscription is including in the statement of profit or loss. 2015-də hansı məbləği daxil edəcəyik? Accrual mu, yoxsa prepayment mı? Nə yazacağımıza baxaq və məbləğin nə qədər olacağına baxaq. 18.4 suala baxaq. 11.4 nömrəli suala baxaq daha doğrusu. Adam deyir ki, mən 2014-də və 2015-də ödəniş eləmişəm. 14-də 480 qədər ödəniş eləyib, 15-də də 540 qədər. Və ilin axırı 30 sentyabrda bitir. Sentyabrda bitir. Sentyabrda. Bizim 2015-ci ümumiyyətlə ilimiz nə vaxt başlayır? İl başlayır yanvarda, bitir dekabrda. Bunun ili isə bu deyir ki, mənim ilim 30 sentyabrda bitir. Tamam, 30 sentyabrda onun ilini bitirək. Onda 540 qədər bunun ödənişi var idisə, bu 12 ay var burada. 540-ı 9 ayı bura düşür və 3 ayı qalır. Yəni biz bunu 405 və 135 olaraq 2 yerə bölürük. İlimiz sentyabrda bitdi. 405 qədər, yəni istifadə olunmuş sayın bunu, 135 də belə. Və bunun və bizə deyir ki, ilin sonunda, yəni dekabrda adam ödəniş edir. İl bitməyib baxı. Ümumi il bitməyib. Bax, burada bitəcək. Biz hələ ki ödənişin etmədiyimiz üçün bu bizdə bir accrual kimi formalaşır. Sentyabrda bitdi. Tamam. Bu accrualum qalır mənim elə bir ki, gələn dəfə 135 debit expense credit accrual şəklində. Bir dəqiqə. Ha, üzr istəyirəm. Bunun ödənişini biz 540 ödənişi etdik. Və 405-i sentyabr bitdi, ilimin sonunda istifadə olunub, ilin əvvəlində zaten mən bunu ödənişini eləmişəm. Bu bitdi, istifadə olunub, 135 qədər mənim istifadə olunmamış çekim qalıb. O mənim prepaymentımdır. Yəni cavab B bəndidir. Debit prepayment, credit subscription of expense. Keçək, 5-ci sualın izahına baxaq. 5-ci sualda nə deyirdik? Kip has paid his business insurance of 5750 in advance. Əvvəlcədən ödəniş eləyib.
for the 12 months and 30 June 2018-ci ildə 12 ay üçün bu tarixdə bitir. His business year end is 31 Mart 2018. The insurance period doesn't coincide with KIP's accounting year. Therefore, an adjust will need to be made in the account for the year end 31 Mart 2018. Will the year end adjust increase or decrease net asset and profit of KIPS? Adam deyir ki, mən ödənişi eləyib bu qədər 30 iyun tarixinə qədər və bunun ili amma 31 martda bitir. Martdan sonra bizim nəyimiz qalır yerdə? Aprel, may, iyun. 3 ayımız qalır. Yəni bu 3 ayın ödənişini belə deyim, in advance, əvvəlcədən ödəyib, amma istifadə etməyib də. Yəni növbəti ilə qalıb həmin bu 3 ayın ödənişi. Onun üçün avtomatik aktivlərim qalxır və bu da azaldığı üçün profitdən çıxacaq həmin məbləği. Bu da buradan increase olur. Hər ikisi increase. Correct. Keçək. 6-cı sualımızın izahına baxaq. Ruska paid 7176 for insurance to cover the period from 1 Mart 2016-dan 28 Fevral 2017-yə qədər. 7176 qədər pul ödəyib, ödədiyi pul bu tarixləri əhatə eləyir və this had been an increase 4% on the previous year. Əvvəlki ilə nisbətən 4% artıb. Ruska year end is 31 dekabr. İlinin axırı 31 dekabrdır. Adam deyir ki, how much should Ruska include in the statement of profit or loss for insurance for the year end 31 dekabr 2016. 2016-da nə qədər məbləğ göstərməlidir? Baxaq testin izahına. Bunun əvvəlcə tapaq ki, nə qədərdir? 7176-nı 4% artı baxın. Bu 104% bölürük. Tapırıq ki, 6900 qədərdir bizim ödənişimiz. Sonra 6900-dən bizim ilimizə düşəni cəmsi 2 ayıdır. Həmin bax 2 ayımızı burada qeyd edirəm. 11150-ni və yerdə qalan məbləği də 7176 olub. Axı növbəti ilimdə mənim artaraq bu olub da. 7176-dansa 10 ayı bizim tariximizə düşüb. Baxın, bölmüşəm 12-yə, vurmuşam 10-a. 10 ayı bizim tariximizə düşüb. Mənim ilimdə budur, budur. Cəm olaraqsa bu ikisinin cəmini götürmüşəm mən sonda. Bunu biraz böyüdüm sizin üçün. Cəm olaraq sonda bu ikisinin cəmini götürmüşəm. 2 ay bu aşağı ödənişdən 6900 ödədiyi vaxtdan, 10 aysa 7000 ödədiyi vaxtdan götürürəm. Cəmi isə burada qeyd edirəm. Bu ikisinin cəmi şəklində. Deməli, mən 7130 qədər ödəmiş oluram. 7130. Bəli. 7-ci sualımızın izahına baxaq. Iva pays rent in advance on a quarter basis. Əvvəlcədən ödəyir kvartallar üzrə. Kvartallarını verib, bu tarixdə bunun prepayment'ı var idi və oktyabr, yanvar, aprel və iyul tarixlərində bu qədər pul ödəyib. Which two of the following entry will be made in the rent account at 31 August 2017 və ilinin axırı budur. Baxaq indi. Tamam, baxaq indi. Adam deyir ki, oktyabrın 1-də pul ödəmişəm və 31 avqustda mənim 600 qədər prepayment'ım var idi. 600 qədər prepayment'ımı 31 avqustda varsa, avqust bitib artıq, sentyabrda istifadə eləyib və oktyabrda pul ödəməyə başlayıb və şərtdə də bizə deyir ki, in advance əvvəlcədən ödəyir. 31 avqustda 600 ödəyib, to есть 1800 ödəyib və 1 yanvarda 1800 ödəyib. 31 avqustda 1800 ödəyib, 1 yanvarda 1800 ödəyib, növbəti 3 ay əvvəlcədən və 1890 ödəyib. Sonda yenə iyul, avqust, sentyabr ayı üçün 1890 qədər pul ödəyib. Bunu parçalayırsan, bu 1890-ı 2 ay bizim ilimizə düşür, 1 ay isə bizim ilimizə düşmür. İlimizin sonu gəlir bitir avqust ayında. Başlanğıcı gəlir başlayır sentyabr ayında. Baxın, bizə lazım olan bizim ilimiz, bax, bu aralıqdadır, bax, bu aralıqda. Ona görə bu aralıqda olan rəqəmləri cəmləyəcəyik. Baxın, bunu, bu və bu rəqəmi 1260, 1890 deyil. 1890-ın bir ayı bizim ilimizə düşmür. Onca 630-u buradan çıxdaş edirsən.
Cavab 7350 olmalıdır. Okey. Və şərtdə mənə deyir ki, which two, 2 dənədən tapmalıyam. Biri budur. Digər isə credit of 600 prepayment of rent in advance deyir. Əvvəlcədən ödəniş elədiyin üçün sən burada ödəmişsən pulu və növbəti 3 ay sən bundan rahat şəkildə istifadə edə bilərsən. Bunun 1260-ını istifadə etdin, ilin bitdi, 630 qədər sənin prepayment'ın qalır. Digər variantımızsa budur. A, C. Tamamilə doğrudur. Keçək 8-ci sualımızın izahına. Malik paid 3180 for utility cost for the 6 months and 28 fevral 2017-ci ildə. His year end is 31 martda bitir. What is the value of the accrual for utility cost that will be shown in the financial statement for the year end 31 mart 2017? Adam 3180 qədər pul ödəyib, hansı ki fevralın axırı bitir. Onun ili isə 31 mart tarixində bitir. Baxaq sualımıza. 3180 qədər pul ödəyib, növbəti 6 ay üçün. 6 ay burada bitir. Onun ili də martda bitir. Apreldə başlayıb, martda ili bitir. Bu 530 qədər məbləğ qalır. Bunu hardan alırıq? 3180 var. Bu 6 aylıqdır. Biz bunu 6 aya böləndə bunun 1 ay istifadəsini tapırıq ki, bunun 1 aylıq istifadəsi 530-dur. Və bizim 530 qədərimiz elə bil ki, qalır orada. Doğrudur. Keçək 9-cu sualımızın izahına. Ibuku is a sole trader who rent a workshop to make his product. He pays rent in advance on 31 yanvar, 30 aprel, 31 iyul və 31 oktyabr. Bu kvartallarla in advance, əvvəlcədən ödəniş edir. Ibuku business has a year end of 31 dekabr. İlin sonu 31 dekabrdır. Okay. Rent was initially 1800 per quota, but this rose by 10% on 1 May. Adam 1800 qədər icarə ödəyir, amma 1 may tarixinə etibarən onun icarəsi 10% qalxacaq. Ibuku include renti in his statement of profit or loss. Nə qədər daxil eləsin. Tamam. 18.9, 11.9-cu sualın izahına baxaq. Bizim ilimizi nə əhatə eləyir və biz hardan başlayacağıq ona baxaq. 31 yanvar, 30 aprel, 31 iyul və 31 oktyabr tarixlərində in advance əvvəlcədən 4 dəfə ödəniş edir. Yanvarın 31-i ödəniş edib, yəni yanvarın sonu fevralın əvvəli deməkdir. Bu tarixdən ödəniş edib. Mayın 1-dən 10% artım var. Baxın, 10% artımımızı qeyd etmişəm. Biraz böyüdək ki, aydın görünsün. Mayın 1-dən 10% artımımız var. 10% artımımı qeyd etmişəm. Bu həmin məbləğdir. Burada da yenə 1980 olacaq. Amma şərtdə mənə deyir ki, mənim ilim dekabrın sonu bitir. Bunu bir fərqli bir rəng eləyək. Diqqətinizi çəksin. Mənim ilim dekabrın sonu bitir. Yəni bu 3 ayın pulunu in advance ödədiyimə baxma. Bunun 2 ayını mən istifadə etmişəm. Bu 1 ayı qalacaq məndə. Yəni bu 660 qalacaq burada. Bu 600-ü hardan tapdıq? 1800 qədər ödəniş eləyirsən və bunu 3 ay üçün ödədirsə, hər 3 ay zaten standart gedir. 1 ayına 600 qədər düşəcək. Onda bizim ümumi icarəmiz bu və bu rəqəmlərin cəmi olacaq. Yəni 7680 qədər ödəmiş olacaq. Doğrudur. Keçək 10 nömrəli sualın izahına. Sid is a sole trader with a haulage business. He has paid his vehicle insurance of 2600 which cover the period 1 April 2015 və 31 Mart 2016-cı ili. And this is already included in the balance for vehicle insurance expense shown in the trial balance. Sığortasını göstərib. Bu qədər qeyd eləyib. Adam deyir ki, Sid ödəyib, sole traderdir, hansı ki
sığortasını ödəyib 2600 və bu sığorta 1 aprel 2015 və 31 mart 2016 tarixlərini əhatə edir. What amount should Sid include for vehicle insurance on his statement profit or loss? Nə qədər məbləğ daxil eləsin özünün profit lossunda? 10 nömrəli sualın izahına baxaq. Bunu biraz böyüdək. Tamam. Gəl bu rəqəmləri də biraz böyüdək, aydın görünsün. Addımlara uyğun olaraq gedək. 2600 qədər varımdır mənim və şərtdə mənə deyir ki, bu 2600 1 aprel 2015 tarixindən 31 mart 2016 tarixini əhatə edəcək. Aprelin 1-i 2015-dən başlayırsan, 31 mart 2016 tarixinə qədər. Fevral, mart, bura qədər. Bunu mən çox çəkmişəm. Baxın, fevral, mart, bax, bura qədəri əhatə edəcək. Bu olacaq mənim son sərhədlərim. Baxın, budur. Mənə lazım olan hissəm. Bax, budur. 2600 və bu tarixi buradan bura qədər olan tarixi mənim əhatə elədi. İndi məndən nəyi istəyir və mənə nə verib? Verib ümumi 3200-dür və Sid end is 31 dekabr 2015. İlimin sonu budur. İl sonunda nə qədər mən bura daxil etməliyəm? 31 dekabr 2015. Bu ildə nə qədər daxil etməliyəm? Birinci, bunun neçə ay bizə düşür, ona baxırıq. 2, 3, 4, 5, 6, 9 ayı bu 2600 ödənişin 1 illik ödənişdir. Bunun 9 ayı bizim kvartala düşür. Bu 9 ayını tapırsan. Tapırsan 9 ayını ki, 20950. Və bu 2600-dən həmin o 1950 məbləğini, 2600-dən bu 1950 məbləğini çıxırsın. Gerdə qalır bizdə 650 qədər ödəniş, hansı ki həmin ödənişi də 3200 olan bu ümumidən çıxdıq, 2550 qədər məbləğ qalmalıdır bizdə. Aha. Digər sualımızın izahına baxaq. 11. Zelena has prepaid her draft account for the year end 30 Oktober 2015 and needs to make adjustment for the following item. Rent of 21.000 was paid and record on 12 July 2014-cü ildə. For period 1 July to 30 June. Öz hesabını hazırlayıb və 21.000 ödəniş edib adam, hansı ki bu ödəniş 1 iyuldan 30 iyun tarixlərini əhatə edir. 1 iyun 2014-dən iyul 2014 30 iyun 2015-ə qədər. The landlord has advised that the annual rent for 2015 will be 24.000 although it hasn't been invoiced or paid yet. Və 2015-ci ildən bu qalxıb, amma hələ də deyib bunu ödədi və ya ödəmədi, yəni bu qalxıb. Property content insurance is paid annually on 1 September. Zelena paid and record 12.000 ödəyir və qeyd edir 12.000 11 september 2015-ci ildə, hansı ki 1 sentyabr 2015-dən 31 avqust 2016-ya qədər əhatə edir. What should the effect on profit to be draft account for the year end 30 Oktober 2015 adjust for the above item. 2015-in axırında, yəni 30 oktyabrda bunun təsirini soruşur ki, necə olacaq? Şərtdə deyir zaten, ilim 30 oktyabr 2015 tarixində bitəcək. Baxaq, misalımızın izahına baxaq. Bizim ilimiz bitir 30 oktyabr 2015-də. Harda başlayır? Gəlin bunu bir fərqli bir rəng eləyək ki, gözümüz bunu seçsin.
30 oktyabr 2014'te bizim ilimiz bitir. Harda başlayır? Noyabrın əvvəlində. Adam deyir ki, mən ödəniş etmişəm. 24.001 ödəniş etmişəm. 12.000 isə buradan 1 ödəniş etmişəm. İndi baxaq, bu 24.000-dən belə bir şey yazmışıq biz. Bunun 4 ayını bunun içərisindən çıxarmışıq. Nəyə görə çıxarmışıq? İndi onu deyəcəm sizə. İldə, yəni bu ödəniş buradan baxın, burada 4 ayı bizim ödənişimizin içərisinə düşmür. Onu mən avtomatik çıxardıram həmin 4 ayı buradan. Çıxartdım mı? Bizdə 8 ayın ilimizə düşür. 8 ayın pulunu okey ödəmişik. Burada da bu 12.000 ki var ha. Bu 12.000-lə də cəmsi 2 ayı bizim ilimizə düşür. 10 ay bizim ilimizə düşmür. Buradan da həmin 10 ayı çıxardırsan, əvvəlcədən prepayment kimi vermirsən. Düzdürmü? Və bunun effektinə baxırsan, 10.000 prepaymentdır, 8.000 də accrual'um var. Bunların fərqi əlbəttə ki, sənə verəcək 2.000. 11-ci sualda 2.000 inscrease. Sənin bir növü burada prepayment'ın qalır. Prepayment'ımız çox idi. Keçək 12-ci sualda nə istəyir? Deyir ki, 19 dekabr 2013-cü ildə MOB paid 4400 for insurance for the period 1 oktyabr 2013 to 30 sentyabr 2014. Adam 4400 pul ödəyib 31 oktyabr 2013-dən 30 sentyabr 2014-ə qədər. MOB paid 4800 yanvarda ödəniş edib, o da 1 oktyabr 2014-dən 30 sentyabr 2015-ə əhatə edir. İlin axırı 31 dekabrdır. Which of the following options correctly identifies the year end position with regard the accrual and prepayment? Hansı deyir, accrual və prepaymentla bağlı pozisyon doğrudur da belə. Bunu gəlin çizək ilimizi ki, bizim üçün rahat olsun. Bunu biraz böyüdüm. Ki, aydın görə bilək. Bunu belə eləyək. Bizim üçün bir yerə yığa bilək bunu. Rahat şəkildə görə bilək. Baxaq, görək bizdə ödənişlərimizi hansı tarixə verib və hansı tarixə bizdən nə istəyir. 3 il qeyd etmişəm. Baxın, 2013, 2014 və 2015-ci illər. Şərtdə mənə deyir ki, 4400 pul ödəmişəm 1 oktyabrdan 30 sentyabra qədər. 1 oktyabr 2013-dən 30 sentyabr 2014-ə qədər. 4400 buradan ödənişim var. Və yenə 1 oktyabrdan ödəniş edib 30 sentyabr 2015-ə qədər 4800 də buradan ödənişim var. İndi 2013-cü ildə və ilin sonu nə vaxt istəyir? 31 dekabrdır. Adam deyir ki, mənim ilimin sonu. Dekabrın 31-i, baxın 2013-cü il, dekabrın 31-i bitir burada. 1, 2, 3 ayım düşür mənim bura. 4400-ün 3 ayından istifadə edirəm. 9 ayından istifadə eləmirəm ki, həmin 9 ayını tapıb çıxardıram. Prepaymentımdır. Burada da mənim ilim gəlir, düşür, nə vaxt? İlim gəlir, düşür, oktyabr, noyabr, dekabr. Mənim buradan 3 ayım qalır. Bu 4800 ödəniş eləmişəm, istifadə eləmişəm və bu 3 ayımın pulunu ödəməmiş sayıram da. Burada ödədiyim pul bitdi, ilim amma dekabrda bitəcək. Ona görə nə edirəm? Həmin 3 ayımı da daha sonradan ödəyirəm, 1200 qədər. Bu olur mənim accrual'um. Düzdür, 1200 accrual, 3300 prepayment. Okey. Keçək 13 nömrəli testin izahına. Did Chan is a sole trader who pays rent twice a year.
Sole trader'də ildə 2 dəfə icarə verir. Annual rent increase take effect on 1 October. 1 yanvar 2014-cü ildə rent expense account show a prepayment of 1200. 1 yanvarda 1200 qədər prepayment göstərir. Some paid rent of 2400 11 aprel 2014 and 2600 1 oktyabrda ödəyib. At 31 dekabr 2014-cü ildə rent expense account shows a closing prepayment 1350. How much should Can include on his statement profit lossuna daxil etməlidir 31 dekabr 2014-də. Gəlin bunu birinci çəkək, ondan sonra bu haqda danışarıq. Can deyir ki, mənim ilim bitir nə vaxt? 31 dekabr 2014-də. Avtomatik yanvarın bir ilimiz başlayır və 1 yanvarda ilim başlayanda 1200 qədər prepaymentim var idi. Qeyd elədik 1200 qədər. Yanvarın 1-i il başlayanda 1200 qədər adam prepaymenti var idi. Qeyd etdik. Sonra bizə deyir ki, 4200 pul ödəyib 1 aprel tarixində və 2600 pul ödəyib 1 oktyabr tarixində. 1 apreldə 2400 ödəyib, 1 oktyabırda 2600 ödəyib. İlim burada bitəcək. Baxın yoldaşlar, mənim ilim burada bitəcək. Və deyir ki, mənim ilim bitəndə mənim 1350 qədər prepaymentim var idi. Yəni mənim ilim bitəndə mən bu pulun 1350 qədərini istifadə etməmişdim. Bunu saxlamışdım. Bax, ili burada bitir. Bizə lazım olan. Bizə lazım olan hissə bax buradır. Bax bu hissədir. Bunu fərqli bir rənglə qeyd edirəm. Bax bu. Baxaq görək bu hissədən bizə nə verir? Bunu cəmləyirsən, buradan bunu çıxırsan. Və yaxud da bu 3 ayın istifadəsini ayrıca çıxarda bilərsən. Necə? 2600 qədər istifadə var və bunun 1350-sinin qaldığını söyləyir. Bununla çıxa bilərsən bunu. 1250 qədər. Aha. Bu və 1250 məbləğlərini cəmləsən 4850-ni alarsan. Cavabımız doğrudur. Keçək 14-cü testimizin izahına. Hasan estimate he owed 360 for 3 months electric at 30 June 2018-ci ildə. During the year end 30 June 2019 he paid his electric company 1550 for 12 months electric up until 31 Mart 2019-a qədər. How much should Hasan include in the statement profit or lossuna nə qədər daxil etməlidir? Baxaq 14-cü testimizin izahına. Bunu biraz böyüdək. Rahat olsun. 360'ı verib zaten şərtdə. 360 qədər var idi. 30 June 2018-də. İl ərzində 30 June 2019-cu ilə qədər o 1550 qədər ödəniş edib. İl bitir 30 iyun 2019. Düzdürmü? Bizim ilimiz iyulunda buradan başlayır və burada bitir. İyun 2019. Baxın, ilimiz burada bitir. Burada başlayır, burada bitir. 360 qədər əvvəlcədən ödənişimiz var idi və bu ödənişi 1550 hansı ki göstərirdi orada bizdə. Baxın, 1550 qədər ödəniş edib 12 ay üçün. Bunu parçalayırsan 9 ay olaraq və 3 ay olaraq. Bunu parçalayırsan. Və şərtdə bizə görün nə deyir? 31 Mart 2019. Bu 1550 ödəniş edib. 31 Mart 2019 Martda. Yəni buradan bitirsəm, bu qədər mənim artıq bura qədər ödəniş eləmişəm Mart ayına qədər. Martdan sonra ödənişini eləməliyəm. Hansı ki 387 50 qədər də mənim buradan əkrulum yaranmış olur. Ona görə nə edirsən? 1550-dən 360-ı çıxırsan. Bu mənim ilimə aid deyil. 12 aylıq deyil axı o pulu ödəmişəm. Bu mənim ilimə aid olmayacaq. Üstünə gəlirsən bunu və 1578 qədər il ərzində bizim elektrik xərcimiz olur.
Burada doğru cavab nə aldıq? 1577 50 olmalıydı. Yuvarlaqdır. Prosta Excel onu avtomatik tam olaraq götürüb. Aha. Keçək digər sualımıza. Bob has paid 2500 for 10 months hire of equipment. 10 aylıq təchizat üçün 2500 ödədi. This payment is the only record made in his account for the hire. At the year end, he still owes for the remaining 2 months. Hələ də növbəti ilə 2 ayı borcludur. Which of the following journal entry correct? Hansıdır? Adam deyir ki, 2500 qədər pul ödəyirəm 10 aylığına. Onda mənim bir ayım nə qədər düşür? 250-yə. Avtomatik 2 ayım nə qədər düşəcək? 500-ə. Tamam mı? Və mən bu pulu 500-ə düşür. Hələ də ödəməmişəmsə, bu mənim əkrulumdur. İlim bitib və mən bunu ödəməmişəmsə, bu mənim əkrulumdur. Əkrulun sadəcə ikili yazılışını verirsən 500 məbləğ üçün. Keçək 16-cı sualın izahında nə deyir? A company owes 3 property which is it rent out. Rent amount to 600 per quarter. Hər kvartalda 600 qədər ödəyir. 31 yanvar, 30 aprel, 31 iyul və 31 oktyabr 4 tarixdə pul ödəyir. The property have been occupied throughout the year to 31 dekabr 2016. Two tenant pay in advance and one in arrears. İkisini əvvəlcədən ödəyib, birini isə sonradan ödəyib və what's the balance for rent receivable nə qədər olur? Baxaq, 16 nömrəli testimizin izahına baxaq. Bunu gəlin biraz böyüdüm. Kvartal pul ödəyir adam. Hər kvartalda 31 yanvarda, 30 apreldə, 31 iyulda, 31 oktyabrda. Yanvar bitdi, ödəniş elədi, aprel bitdi, ödəniş elədi, iyun bitdi, ödəniş elədi, oktyabr bitdi, ödəniş elədi. Və mənim ödəniş etmədiyim nə qədər məbləğim qalır? Hansı ki ilimdə, yanvarda başlayıb dekabrda bitirsə, 400 qədər buradan ödəniş etmədiyim məbləğim qalır. Düzdür yoldaşlar? Və 2 ayda buradan keçən ildən ödəniş etməmişdim. Bunu bu il eləmişəm də, öyle bir ödənişini. İl girib, yanvar ayı bitəndən sonra mən başlamışam bunu ödəniş eləməyə. Baxın, son proses necəsə, başlanğıc proses də onun kimidir. Hansı ki bu 2 ay ödəmirəm, saxlayıram, növbəti il ödəyəcəm. Burada da onun kimi. Həmin 2 ay ödəmədiyim üçün bu ili həmin 2 ayı ödəmiş sayıldım. Qiymətimiz 400-dür. Deferred income, accrued income. Tamam, keçək 17-ci sualımızın izahına. A company owns 3 property which is rent out. Rent amount to 600 per quarter. Due on eyni. Şərt olaraq eynidir. Sual olaraq fərqlidir. What amount for rental income should be include profit or loss for the year to 31 dekabr 2016. Baxaq 11.7-ci testimizin izahına və şərtdə bizə deyir ki 3, yəni 3 dənədir. Onun üçün bunu da biraz böyüdək. Aha, icarəyə verilən əmlaka baxaq. 1, 2, 3, 4. 4 dənə kvartalınız var. Hər birində 600 qədər pul ödəyirik. 600 vurdum 4-ə və 3 əmlakdan söhbət getdiyi üçün onu da vurursan 3-ə. Sum olaraq 7200. 18-ci və sonuncu sualımızın izahına baxaq. Reza pays his business electric bill quarter in arrears. Sonradan ödəyir kvartal üzrə. At 1 yanvar 2012-ci ildə he had an accrual brought forward of 300. 300 qədər accrual var. Following payment were made during the year. İl ərzində ödənişləri aşağıdakı kimidir kvartallar üzrə göstərib. What amount should be included in the statement profit or loss for the year end 31 dekabr 2012 is respect of
elektrik. Cavabı dollarla verək. Baxaq testimizin izahına. Gəlin bunu biraz böyüdüm. Rahat görə bilək. Aha. Adam deyir ki, mənim 300 qədər əkrulum var və bu kvartallar üzrə ödəniş eləmişəm. İlmin daxili 31 dekabrdır. Baxın, birinci ili bölün. Dekabrda başlayan ilimiz yanvarda, dekabrda bitən ilimiz yanvarda başlayar. Yanvarda başladı, ödənişlərimizi gəlin qeyd edək. 31 yanvar 450, 480, 460, 480. 31 yanvarda ödəniş eləyir. In eğer yer istəyir şərtdə. Baxın, in eğer yer sonradan ödəniş eləyir. 450 buradır. Burada ödəyib. Hansı ki noyabr, dekabr, yanvar aylarının puludur. Bu 2 ayda keçən ildən işlədi. Prosto bu il ödəyib. 300 məbləğdə bu olacaq. 150 bu ilimizə düşür. 480, 460 və 480. İndi yerdə qalır bu 320 məbləği. Baxın bunun açılışını göstərirəm sizə. 480-ə uyğun götürürsən. Keçən 3 ay 480 işlədibsə, biz dərs prosesinin izahında dedik ki, mühasib olaraq biz gedib şotika baxmırıq, sayğaca baxmırıq və əvvəlki 3 ay nədirsə ona uyğun götürürük. Bu 3 ayın ikisi bizim ilimizə düşür də. Ona görə 320 olaraq bunu götürürsən. 150 buradan və bunların cəmləyirsən hamısını. Baxın vermişəm bu və bu rəqəmlərin cəmini götürürsən. 1890 edir. 1890. Cavabımız doğrudur. Bununla mövzumuz sona yekunlaşdı. Növbəti dərslərə qədər. Çox sağ olun.